Əfqanistanın İmam Xomeyni kimi rəhbərləri olsaydı, belə olardı. İmamın başqa ariflərdən imtiyazı nə idi? O, bu hökumətin İslam əsasında və məsumun canişinləri olan fəqihlərə idarəçiliyinə etiqadı idi. Vilayət-i fəqihin izni olmasa və ya prezidenti özü təyin etməsə, belə hökumət qəsb olunmuş sayılır. Və İmam Xomeyninin öz sözü ilə desək, hökumət tağutdur. Cəmaatın seçdiyi prezidentə vilayət-i fəqihin izni olmasa, o hökumət tağutdur. Bu dövlətin başqa cümhuriyyətlərlə fərqi məhz elə bundadır. Seçkilər, səslər, konstitusiya, partiyalar və sairlər hamısı başqa dövlətlərdə olduğu kimidir. Amma bu hökumətin əsaslılığı və ilahiliyi vilayət-i fəqih ilə əlaqədardır. Cəmaat necə namaz qılmağı özünə vacib bilirsə, vilayət-i fəqihə də itaət etməyi özünə vacib bilir. Bu, İmam Zaman əleyhissalamın tərəfindəndir və onun icazəsi ilədir. 1000 nəfər ləyaqətli ola, ancaq imamın icazəsi olmaya qəbul deyil. Fərz edin, alış-verişdə bu evi sənə satıram deyib və hətta kilidi də ona vermisiniz ki, müvəqqəti olaraq istifadə etsin. Amma hələ müqaviləyə hələ imza atmamışsınız. Belə halda pul, ev, şəxs və başqa şeylər də eynidir. İmzası, yəni icazəsi olmadığı üçün şəxs evə sahib çıxsa, o ev qəsb olunmuş sayılır. Müştəri yaxşı adamdır, dostdur, tanışdır. Hətta bilir ki, sabah icazə olacaq, bununla belə yenə də icazə verilməmiş evə sahib çıxa bilməz. Bu dinin baxışıdır. Aləm və tamam varlıqlar Allahın mülküdür. Və Allah bəndələrinə hökumət etməyə icazə verməmiş, heç kəsin o hökumətə haqqı yoxdur. Mən kiməm ki, kiməsə bu işi belə et, ya etmə əmri verəm. Qanun veriblər ki, filan qədər vergi ödənilsin. Ödəməsən zindana salaram, belə eləyərəm, elə eləyərəm. Bu nə haqladır? Deyir, ədalətli qanun olduğuna görədir. Çox gözəl. Ədalətli qanun aləmdə xeylidir. Amma mülk sahibinin icazəsi olmadan o mülkdən istifadə etmək qadağandır. Aləm Allahın mülküdür və bunlar da Allahın bəndələridir. Biz kimik? Bəli, əgər o özü hökumət etməyə icazə versə, bu düzdür. Hətta o şəxsə itaət etmək hər kəsə vacibdir. Amma Allah icazə verməsə və o öz işini yaxşı bilsə, cəmaat da hamısı onun hökmranlığından razı olsa, yenə onun hökmranlığa haqqı yoxdur. İslam təfəkkürünə əsasən öz bədənimlə belə öz istədiyimi etməyə haqqım yoxdur. Mən öz qulağımı ya barmağımı kəsə bilərəm? Yox. Niyə? Çünki əvvəl Allahın mülküdür. Sonra Allahın müəyyən etdiyi miqdarda bədənimə sahibəm. O icazə verdiyi həddə öz bədənimdə təsərrüf edə bilərəm. Belə olan surətdə mənim nə haqqım var ki, başqasını əmr edəm, ya kiməsə deyəm ki, kiminsə malını götürməyə sənə icazə verirəm. Bu icazəyə malik olsaydım, birinci bu elə özümə aid olardı. Hər şey Allahın malı və mülküdür. Gərək hər şeyə o icazə versin. Bu, İslamın tərzi təfəkkürüdür. Və bu haqda onların oxuduqları siyasət kitablarında heç nə danışılmır.
Bəşərin hüququ bəyannaməsi bəşərin hüququnun düzəldə bilər. Allahın haqqı orada nəzərə alınmayıb. Deyirlər, bəşər istədiyi dini seçə bilər. Bu bəşərin haqqıdır. Allah istədi ya istəmədi. Qərbin ali məktəblərində keçirilənlər dinin siyasətdən ayrılması barəsində bəhs edən alimlərdir. Həmən təlimlər bizim ali məktəblərdə keçib. Bizim hüquq, siyasət, sosiologiya dərsləri hamısı dinin siyasətdən ayrılması barəsindədir. Allahın bu təlimlərdə heç bir yeri yoxdur. Haqq insanlarındır, onlar onu kimə istəyir verir. Allahlıq bir şey yoxdur. Onlardan soruşsan ki, insanlar nəçidirlər? Nəçidirlər ki, haqlarında kiməsə verələr? Məgər onların belə bir haqqı varmı? Cəmaət filanşəsi prezident seçiblər ki, nə cür məsləhət bilir, elə də etsin. Cəmaatın buna nə haqqı var idi? Mən əgər öz bədənimdə istədiyim edə bilmirəmsə, başqalarının hüququnu kiməsə tapşırmağa nə ixtiyarım var? Bu başqa bir təfəkkürdür və başqa bir fəzadır. Bizim ölkəmizin müsəlman məmurları bu fəzaya daxil olmayıblar. Bəlkə də belə bir fəzadan xəbərləri də yoxdur. Pis çıxmasın, Quranları bəşərin hüququ bəyannaməsidir. Qəbul etdikləri bəyannamə Quranla uyğun gəlməsə də, bu onları narahat etmir. Kim yazıb bu bəyannaməni? Bəlkə də 3-4 dənə şərabxor, o da məst halında. Ay nadan, bu Allahın vəhyidir. Deyir, bugün bu sözləri demək olmur. Bu sözlər köhnəlib, bəşərin hüququ bəyannaməsi əsasdır. Vilayət-i fəqihin 30 ildən sonra öz cəmiyyətimizdə başa düşülməməsinin bir səbəbi də cəmiyyət mühitinin bunu qəbul etməməsidir. Çünki bu mühit dinin siyasətdən ayrılması ilə bağlı olan bir mühitdir. Biz hökumətimizdə, müdiriyyətimizdə Allaha bir yer veririk. Qanun cəmaatın öz qurduğudur və icrası da cəmaatın təyin etdiyidir. Bu bir təfəkkürdə budur ki, qanun Allahın vəhy göndərdiyi və icraçısı da Allahın təyin etdiyidir. Bu elə bir təfəkkür və elə bir fəzadır ki, dünya siyasətində yoxdur. Siz birinə hökumət desəz, deyər hansı səltənəti, yoxsa cümhuru? Çünki bundan başqa bildiyi yoxdur. Hər birinin də öz idarə etmə üslubu var. Daha vilayət-i fəqih yəni nə? Təsəvvürləri budur, yəni fikirləşirlər ki, bu ruhanilər şahı deviriblər. Cəmaat da onları və xüsusilə rəhbərlərini sevdiyi üçün onlara bir imtiyaz verib, bir dilxoşluq edib. Vilayət-i fəqihi qoyublar ki, sizin də adınız olsun. Yoxsa ki, vilayət-i fəqih nədir? Mən bunları ona görə deyirəm ki, məsuliyyət hiss edək və bu işə səhlənkarlıqla yanaşmayaq. And olsun Allaha, əgər konstitusiyamızda vilayət olmasaydı, dövlətimiz İslam dövləti olmazdı. Bunlarla zarafat etmək olmaz. Biz gərək bu məsələnin möhkəm
əsaslı sübutlarla izah edək. Başa salaq. Nəysə, bu söhbət uzun çəkən bir məsələdir. Söz budur ki, fikri korlanmayan cəmaatımızın dini təfəkkürü olsun. Qabaqlar cəmaat öz məsələlərini və ixtilafların təqlid etdikləri müştəhid fərqli olsaydı da ruhaninin yanına gedib həll edərdilər. O zaman cəmaatın ağlına gəlməzdi ki, hökumətin başında İmam Zamanın naibi ola. Biz də şahın vaxtında yaşamışıq və bilirik. Əgər biri desəydi ki, mən yuxuda şahın yerində axundu görmüşəm, ona gülərdilər. Şahın yerinə axund sırf ehtimal da vermirdilər. Məgər Amerika ilə İngilis bunu qoyarmı? Buna görə zalım hökumətin vaxtında cəmaata məcbur idi hər məsələdə yerin ruhanisinə müraciət etsinlər. Zalım hökumət də belə idisə hökumətin rəhbəri ruhani olan surətdə necədir? Yenə də məhəllənin ruhanisinə müraciət etsinlər. Odur ki, mərkəzləşmə olur və hamı bir nəfərin sözünə qulaq asır. Yaxşı olardı ki, tarixə bir nəzər salaq. Keçmişdə ruhani dövlətlər olub, ancaq bunlar simvolik xarakter daşıyıblar. Şiə cəmiyyətinin rəsmi dövləti təqribən Səfəvilərin dövründən başlayıb. Onlardan qabaq Qeyləmilərin cüzi hakimiyyəti olub, ancaq hökumət Səfəvilərin vaxtından başlayıb. Səfəvilər gələndə əhalinin əksəri sünnilər idi. Ancaq Şah İsmailin və Şeyx Sufiyyəddinin tədbirləri nəticəsində qalib gəldilər. Onların əqidəsində sufilik var idi. Onlar mürşid-müridlik rabitəsi idilər. Səfəvilərin birinci şahı sufilərin qütbi idi. Şah Təhmasib ildə bir dəfə Ərdəbilə gedib 40 gün bir güşədə oturub ibadətlə məşğul olurdu. Ərdəbildə onun ibadət etdiyi yer İsmailin məqbərəsinin yanındadır. Onlar sufilik rabitəsi və əhl-i beytə olan məhəbbət ilə dini bir dövlət qurmaq istəyirdilər. Məsələ bu səbəbə mühəqqiq Kərəkinin yanına gəlib dedilər: hökumət sizin haqqınızdır. Əgər icazə verirsinizsə, biz hökumət edək. Mərhum Kərəki bunu fürsət bilib, öz tərəfindən onlara icazə verdi. Çünki o vaxta kimi hələ heç kəs axundun sözünə baxmamışdı. Bu tərtiblə dini şiə hökuməti qurulub, ədəbiyyatımıza ad saldı. Bir başqa hadisə də Fərhad Nijadın vaxtında olub. O mərhum Kaşiful Qitadan icazə almışdır və o da bu icazəni vermişdir. Məqsəd budur ki, axundun qüdrət tapıb hökumət etməsini heç kəs təsəvvüründə belə gətirməzdi ki, halbuki dinin prinsiplərində bu vardır. Əgər miras ya borcda ixtilafınız olsa, özümüzdən hökmlərimizi bilənə müraciət ediz, kimi hədisləri zərurəti nəzərə alaraq deyiblər. Bəni Abbas dövləti İmam Sadiq əleyhissalamın hökumət etməyə qoymurdular və o həzrət təqiyyə halında idi. Çox vaxt ondan bir məsələni soruşmaq üçün göyərti ya yumurta satıcısı kimi yaxınlaşardılar. Belə halda başqası üçün hökumət etməyə